Hər kəsə salam, necəsiz dostlar? Sabah rəfiqəmin doğum günüdür və bugün onun hədiyyə paketini düzəldirik. Doğum günü ilə bağlı sabah görüşəcəyik və o günə aid də video çəkmək istəyirəm, onu da kanalımda paylaşacağam. Rəfiqəm bu markanın məhsullarını dəhşət çox bəyənir və hər dəfəsində deyirdi ki, bunu bir gün alacağam. Mən də düşünürdüm ki, bu il doğum günündən nə ala bilərəm. Sonradan xatırladım ki, belə bir arzusu var idi. Dedim elə ən yaxşısı bunu alım. Həm doğum gününə hədiyyə almış olaram, həm də bir xəyalını gerçəkləşdirmiş olaram. Bunu da qeyd edim ki, videoda gördüyünüz bütün makiyaj məhsullarını Olivia'dan əldə etmişəm, amma digər məhsulları isə Premium El mağazasından. Və heç biri reklam deyil, sadəcə şərhdə soruşanlar olacaqdı. Mən də düşündüm ki, elə əvvəlcədən videoda özüm deyim. Videonun əvvəlində də gördüyünüz kimi lip gloss almışdım. Rəng adı da səhv etmirəmsə mini gedir. Daha sonra eyeliner və belə bir üçlü set. Setdən ənlik, tuş, bir də o ağı bilmədim nədir. Deyəsən o da ənlikdir. Məhsulların qiymətini bilmək istəyənlər üçün də dedim ki, elə çeki də videoya əlavə edim. İndi isə keçirik Premium El mağazasından aldıqlarıma. Hədiyyə qutusu, qutunun içərisinə qoymağa belə bir kağızlar və qutunu bəzəmək üçün də lent. Hədiyyəmiz artıq hazırdır, öz sahibinə getməyini gözləyir. Növbəti videomuzsa gəzinti vlog olacaq. Növbəti videonu da qaçırmamaq üçün məni izləməyi unutma. Sağ olun, salamat qalın.